Salam əziz müdavimlər, mən FES Akademinin Riyaziyyat fənni üzrə mentor müəllimi Ləman Hümbətova bugün sizlə işçi hovuz mövzusunun imtahana düşə biləcək tiplərinin izahına baxacağıq. Gəlin birlikdə başlayaq. Deməli, deyir ki, işçilərdən biri 5 saata 130 qutu, digəri 6 saata 246 qutu yığır. Onlar 08:45-dən işə başlayırlar. Gün ərzində 3 dəfə nahar fasiləsi edirlər. Günün sonunda 180 qutu yerdə qalır. Onlar 22:15-də işlərini yekunlaşdırırlar. Onların gün ərzində etdikləri fasilənin eyni olduğunu nəzərə alaraq fasilənin birini kəsrlə ifadə edin. İlk növbədə gəlin deyək ki, bu işçilər ayrı-ayrılıqda əgər 5 saata biri 130, 6 saata biri 246 qutunu yığırsa, bəs onlar 1 saatda nə qədər iş görərlər? Onu 1 saatda görülən işlərini tapacağam. Bu zaman nə edirəm? 130 bölünsün 5 eləyəcək 26. Daha sonra da 246 bölünsün 6. Bu da eləyir neçə? 41. Deməli, biri 26 qutunu daşıyır 5 saata, biri isə neçə qutunu? 41 qutunu daşıyır və bunlar hər daşıyanda nə qədər yerdə qutu qalır? Hər daşıdıqca 41 çıxılsın 26 bərabərdir 15 qutu. Hər saatda deməli nə qədər qutu yerdə qalır? 15 qutu yerdə qalır. Daha sonra biz deyirik ki, əgər günün sonunda 180 qutu yerdə qalırsa, biz baxaq görək, əgər 1 saatda 15 qutu yerdə qalırsa, bəs 180 qutu neçə saatda yerdə qalar? Yəni neçə saata qalar yerdə? Deməli 180-i bölürəm 15-ə, neçə eləyir? 12 saat eləyir. Deməli 12 saat ərzində, yəni işlədikləri 12 saat ərzində 180 qutu yerdə qalır. İndi biz baxaq görək bunlar nə qədər işləyibdilər. Deməli 22:15-də işləri bitir, başlayanda da 08:45 olur. 22:15-dən çıxıram 08:45-i. İlk növbədə deyirik ki, 15-dən 45 çıxmaq olmur. Bu zaman bizim köməyimizə 22 gəlir çatır. 22-dən 1 saatı verirəm bura, eləyir 60 saat. Burada da qalır 21 saat. 60 ilə 15, 75 saat eləyir. Yəni 75, 21 çıxılsın yenə də 08:45. Bu da neçə eləyəcək? 75-dən 45 çıxanda eləyir 30. 21-dən də 8 çıxanda eləyir 13, 30. Deməli 13 saat 30 dəqiqə bunlar neynirlər? İşdə olurlar. Və işdə olduqları müddətdə 12 saat bunların işlədiyini biz bilmişik. Çünki 12 saat ərzində əgər bu 180 dənə qutu qalıbdısa, bu o deməkdir ki, bunlar 12 saat işləyibdilər. Bəs bunların fasilələri nə qədərdir? 13 30-dan çıxıram 12 saatı. Neçə eləyəcək? 1 saat 30 dəqiqə eləyəcək. Bunlar 1 saat 30 dəqiqə, yəni 90 dəqiqə neyniyibdilər? Fasilə veribdilər. Bu 1 saat 30 dəqiqə bunların fasiləsidir. Çünki 12 saat işləyibdilər. Ümumi olaraq da 13-30-dur. Bunların 13 saat 30 dəqiqə işdə olubdular. 12 saatını işləyibdilər, 1 saat 30 dəqiqəsində də fasilə eləyibdilər. Deməli, 90 dəqiqə bunların fasiləsidir və bunlar gün ərzində nə qədər fasilə eləyirlər? 3 onların fasiləsi olur. Gün ərzində fasilələri eynidir. İndi biz nə deyirik? Deyirik ki, baxın, burada özü yazıbdır ki, 3 dəfə nahar eləyirlər. 90-ı bölürəm 3-ə, eləyir 30 dəqiqə. Bu nədir? Bir naharın zamanıdır. Əgər bir naharı 30 dəqiqəyə eləyirlərsə, bu da nəyə bərabərdir? 60-da 30-a bərabərdir. Yəni bizdən bir naharı soruşur. Sadəcə 30 dəqiqə yoxdur burada. 30 dəqiqə yoxdursa, mən də bunu elə saatla verəcəm. Saatla da verəndə nə edirəm? 30 dəqiqəni bölürəm 60-a. Bu da neçə eləyir? Eləyir 2-də 1 saat. Bu da hansı variantdadır? C variantındadır. Bunu mən sizə yavaş-yavaş izah elədim.
Siz əgər başa düşməsəniz, dayandırın, yenidən başa çəkin, yenidən təkrar baxın. Bu tiplərdən FES-in kitabında işçi hovuz məsələlərində var. Təkrar eləmək üçün həmin məsələlərdən də işləyə bilərsiniz. Keçdik ikinci suala. Keçdik növbəti suala. Deyir ki, məktəblilər meşəyə göbələk yığmağa getdilər. Qızlar 3 saata 50 ədəd göbələk, oğlanlar da 4 saata 80 göbələk yığdılar. Və deyir ki, bu şagirdlər birlikdə 440 göbələyi neçə saata yığarlar? Bu sualın asan bir versiyasını mən sizə deyəcəm. Yəni bunu kəsirlə də yazmaq olar. Kəsirlə çətindir biraz, yəni uzun gedəcək. Asan versiyası odur ki, bir tərəfdə deyirik ki, qızlardır, bir tərəfdə deyirik ki, oğlanlardır. Qızlar 3 saata 50 göbələk yığır. Oğlanlar 4 saata 80 göbələk yığır, eləmi? Bəs bunların birlikdə yığdığı göbələk, yəni neçə saata birlikdə bunlar göbələk yığa bilərlər? Yəni bunlara belə deyim də ortaq məxrəc gətirirsiniz. Ortaq olan məxrəc hər ikisinə hansı ola bilər? Təbii ki, olacaq 12. Çünki ən kiçik 12 olur. Çünki 12 həm 3-ə bölünür, həm 4-ə bölünür. Deyirik ki, bəs 12 saata qızlar nə qədər yığacaq? 12 saata oğlanlar nə qədər yığacaq? Deyirik ki, qızlar 12 saata 200 göbələk yığacaq. Çarpaz bir-birinə vurursunuz, x-i tapırsınız. Oğlanlar da 12 saata 240 göbələk yığacaq. Və sizə deyir ki, şagirdlər birlikdə 440 göbələyi neçə saata yığarlar? Biz də deyirik ki, qızlar 200 yığdı, oğlanlar da 240 yığdı. Deyirəm ki, 200 üstəgəl 240 bərabərdir 440. Yəni 440 göbələyi 12 saata yığırlarsa, yəni tənasibi qursanız, onsuz da biz artıq görürük ki, bizim 440 göbələyimizi oğlanlar və qızlar birlikdə 12 saata yığırlar. Lakin burada 440 deyil də başqa bir ədəd olsaydı, məsələn deyirəm 500 göbələk olsaydı, o zaman tənasibi quranda deyirdiniz ki, 440 göbələyi, yəni bu 440-dan söhbət getmir, ha, bu tapdığımız birlikdəki 440-dan söhbət gedir. 440 göbələyi 12 saata yığırlar. 40-ı yaxşı yazım. Bəs 500 göbələyi neçə saata yığarlar? Bu zamanda yenə tənasüb qururdunuz, ona əsasən saatınızı tapırdınız. Mən məsələn deyirəm, ha, çünki burada artıq birbaşa biz cavabı tapdıq deyə tutalım. Ola bilər ki, sizə başqa bir versiya verərlər. Yəni sırf birbaşa cavab almadığınız versiya verərlər. O zaman da siz tənasibi necə quracaqsınızsa onu gördünüz. Keçdik 3-ə. Keçdik 3-cü suala. Demək olar ki, işçi hovuz məsələlərinin əsas mahiyyəti olan suallardan biri bu sualdır. Yəni siz o 3 mahiyyətin 3-ünü də bu videoda görəcəksiniz. İlki budur ki, burada 3 sizə xüsusiyyət verilir. 3 nə bilim problem verilir. 1 verilir işçi sayı. Daha sonra işçi sayı traktorda. Verilir iş, 15 hektar sahə bizim işimizdir. İş və daha sonra verilir zaman. Və siz buna əsasən düsturunuzu qurursunuz. Deyirəm, işçi sayı 15-dir. 15 traktor, 15 hektar sahəni 9 saata şumluyur. Bəs, daha doğrusu 15 saata şumluyur. Bəs, 9 traktor 18 hektar sahəni neçə saata şumluyar? Baxın, bunu dəftərinizə qeyd edin. İşçi sayı, iş, zaman verilirsə, siz burada çarpaz vurursunuz. Çarpazda necə? Yəni 15-i 18-ə, 18-i də yenidən 15-ə vurursunuz. Daha sonra 9-u 15-ə, 15-i də x-a vurursunuz. Bunları necə bərabərləşdirək deyirsinizsə, 15 vur 18 vur 15. Necə ki, 2 ədəd olanda, yəni heç bu hissəni saymıram da, bu hissə elə bilin ki, yoxdur. Bu hissəni necə vurursunuz? 15 18-ə, 9 15-ə vurursunuz da. Eyni formada hesablayırsınız. 15 vur 18 vur 15, yəni bu 15, bu 18, bu 15 bərabərdir 9 vur 15, 9 vur 15 vurulsun x. X-ım da bərabərdir 15 vur 18 vur 15. İstəsəniz kalkulyatorda hesablaya bilərsiniz. Sadəcə mən indi belə hesablayıram. 9 vurulsun 15-ə, 15 ilə 15 ixtisara getdi, 9 ilə də 18 ixtisara gedir, qalır 2, bərabərdir 30 saat eləyir. Deməli, 9 traktor 18 hektar sahəni 30 saata şumlayar. Keçdik 4-ə. Keçdik 4-cü suala. Deyir ki, Vüqar bir işi 18 saata, Səid 4 saata, Eldar 6 saata görür. İlk növbədə burada aşağıdan yazıram ki, başınız qarışmasın. Vüqar, Səid, Eldar.
Vüqar 18 saata görür. Səid 4 saata görür. Eldar da 6 saata görür. Deyir, Vüqar və Səid işi birlikdə görməyə başlayırlar. Vüqar 2 saat, yəni nə olacaq? Olacaq 18-də 2, işini görür 18-də 2 saata. Daha sonra Səid 4-də 1 saata, yəni bunun üsulu budur. Eldar isə deyir ki, bu işi təklikdə görür. Onda da Eldar da yenə olur 6-da 1 saat. İndi biz nə edirik? Deyirik ki, Vüqar və Səidin birlikdə gördüyü işi tapaq. Birlikdə gördüyü işi tapanda 18-də 2 üstə gəlinsin 4-də 1 bərabərdir. Ortaq məxrəcə gətirəndə 36 ikisinin də ortaq məxrəcidir. 36-ya gətirirəmsə bunu da 2-yə vururam, bunu da 2-yə vururam. Burada da hər ikisini 9-a vururam. Olur 36-da 4-ün üstünə 9 gələndə 13. Deməli 36-da 13 Vüqarla Səidin birlikdə gördüyü işdir. Bəs qalan iş nə qədərdir? Qalan işdə 36-da 36 mənim tam işimdir. Çıxdım 36-da 13-ü, yəni görülmüş işi. Vüqarla Səid 36-da 13 işi görürlər. Qalan işim nə qədərdir? 36-da 23 mənim qalan işimdir. Əgər Eldar bir işi 1 saatda 6-da 1 hissəsini görürsə, bəs bu qalan işi nə qədər müddətə görər? Qalan işi də nə qədər müddətə görər deyirsə, x-da yazıram 36-da 23 və bu tənasübümü həll edirəm. Deyirəm ki, 6-da 1x bərabərdir 36-da 23-ə, x da bərabərdir 36-da 23 bölünsün 6-da 1, o da bərabərdir 36-da 23 vurulsun 6, o da bərabərdir 6 ilə 6 ixtisara gedir. Nə qalacaq? Burada qalır 6, 23-də olduğu kimi olur 6-da 23. Bu mənim 6-da 23 Eldarın təklikdə gördüyü işin zamanıdır. Və sizə deyir ki, bunu dəqiqə ilə ifadə elə. Dəqiqə ilə ifadə eləyəndə də nə edəcəm? 6-da 23 vurulsun 60 bərabərdir. 6 ilə 60 ixtisara getdi. Burada 10, burada 23 qaldı 230 dəqiqə. Bu da mənim E variantımdadır. Başa düşməsəniz yenidən bir də baxın. Bunlar fez kitabında var. Yəni təkrar üçün işləyə bilərsiniz. Oradan da keçdik 5-ci suala. Keçdik 5-ci suala. 5-ci sualda deyir ki, 1200 kub metr su olan hovuzun dibindəki A, B, C kranları hovuzdakı suyu uyğun olaraq 24-30 saata boşaldırlar. 3 kran birlikdə hovuzun bütün suyunu boşaltdığı müddətcə B kranından neçə kub metr su axmışdır? İlk növbədə mən deyirəm ki, bu A kranı, bu B kranı, bu C kranı. Gəlin hər birinin ayrılıqda gördüyü işi tapaq. 1200 bölünsün 20. Deyə bilərsiniz ki, müəllimə niyə 20-yə böldük? Məsələn, 24-də bölmədik. Burada axı deyilməyibdir A 24-dür. Baxın, burada uyğun olaraq sözü varsa, bu uyğun olaraq o deməkdir ki, yəni birinci birinciyə uyğundur, ikinci ikinciyə uyğundur, üçüncü də üçüncüyə uyğundur. Yaxşımı? İndi buna əsasən həll edirik. 1200-ü 20-yə böləndə eləyir 60. 1200-ü 24-ə böləndə eləyəcək 50. 1200-ü 30-a böləndə eləyəcək 40. Deməli, hər birinin ayrılıqda gördüyü iş bunlardır. İndi bu işləri biz nə edirik? Toplayırıq. Deyirəm 60 üstə gəl 50, üstə gəl 40 bərabərdir 150 metr kub. Birlikdə gördüyü iş də üçünün 150 kub metr sahəni əhatə edir. Yəni 150 metr kubu nə edirlər? Doldururlar. Baxaq görək, bəs ümumi olaraq bütün hovuzu nə qədər müddətə doldurarlar? Neçə saata doldurarlar? Bu deyilir 8 saat. Əgər hər biri təklikdə 8 saat işləyirsə, mənə lazımdır təkcə B kranının işlədiyi, yəni B kranının neçə metr kubu doldurmağı. Bu zamanda nə edəcəm? Daha doğrusu boşaltmağı. 8-i vuracam B kranının
işinə 8 vurulsun 50 eləyəcək 400 kub metr. Cavabım olacaq A variantı. Keçdik 6-ya. Deməli, keçdik 6-ya. Az əvvəl sizə demişdim, əgər işçi sayı, iş, zaman verilirsə çarpaz vururuq. Burada isə bu məsələdə işçi sayı və zaman verilibdir. Bu tipləri qarışdıranlar, mənim məsləhətim odur ki, qayda dəftərinizdə hər birini ayrı-ayrılıqda yazın. Bu da ikinci bir qaydasına aiddir işçi hovuzun. Burada isə işçi sayı və zaman verilibdir. Zaman, işçi sayı 5 nasosdur. Zamanımız da 12 saatdır. Həmçinin işçi sayı 4 nasosdur. Zamanımız da bəlli deyil. Bu zaman biz qarşı-qarşıya vururuq. Yəni 5 vurulsun 12 bərabərdir 4 vurulsun x-a. 5 12-yə vuranda 60 bərabərdir 4x-a. X da bərabərdir neçə olacaq? 15 olacaq. Yəni 4 nasos bu hovuzu 15 saata doldurar. Cavab olur B variant. Bu tipləri qarışdıranlar bilirəm çoxdur. Ona əsasən salmışam ki, yadınızda qalsın. Keçdik 7-yə. Keçdik 7-ci suala. Bu da bizim işçi hovuzun əsas qaydalarından üçüncüsüdür. Burada isə verilən işçi sayı, zaman, zamandır. İndi bunu görək necə həll edirik. Deməli 64 fəhlədir. İşçi sayı 64-dür. Zamanım 3 saatdır. Zamanım 6 gündür. Digər tərəfdən mənə burada işçinin sayı verilməyibdir. İşçi sayını x yazdım. Zamanlarım da verilibdir. 4, 8. Yəni qaydası bu formadadır. İndi siz bunu nə edəcəksiniz? Yenə qarşı-qarşıya vuracaqsınız. Yəni 64 vur 3 vurulsun 6 bərabərdir. X vurulsun 4 vurulsun 8. İndi mən buradan x-i tapanda nə edəcəm? X bərabərdir. 64 vur 3 vur 6 bölünsün 4 vur 8. O da bərabərdir. 8 ilə 64 ixtisara getdi 8. Bu 8 ilə də bu 4 ixtisara getdi. Qaldı 2. 2 ilə 3 6. 6-nı da 6-ya vuranda 36 edəcək. Deməli 36 işçi 4 saat 8 günə bu işi yerinə yetirəcək. Keçdik 8-ə. Keçdik 8-ci suala. 8-ci sual eyni 3 qaydadan birini ifadə eləyir. Deməli, burada nə veribdir? İşçi sayı, iş və zaman verilibdir. Deməli, 8 metr işimizdir, 4 saatda zamanımızdır. Bu zaman biz necə həll eləyirdik? İşçi sayı, iş, zaman. İndi təkcə yerinə qoyuruq hamısını. Deməli, 6 fəhlə 8 metr yeri 4 saata qazır. Deməli, 16 metr yeri işimizdir. Metr olan işimizdir. Çünki sahəmizdən söhbət gedir. 16 metr yeri nə etməlidir? 4 saata deyir, neçə dənə fəhlə qazar. Bu zaman biz nə edirdik? Çarpaz vururduq. Çarpaz vururuq. Yəni 6 vur 16 vurulsun 4 bərabərdir. X vur 8 vurulsun 4-ə. X da bərabərdir. 6 vur 16 vur 4 bölünsün 8 vurulsun 4-ə. 16 ilə 8 ixtisara getdi. Qaldı 2. 4 ilə də 4 ixtisara getdi. Qaldı 1. 2 ilə də 6-nı bir-birinə vuranda cavab eləyəcək 12. Deməli 12 fəhlə 16 metr yeri 4 saata qazar. Keçdik 9-a. Keçdik 9-a. 9 da digər işçi hovuz məsələlərindən biridir. Deyir ki, bir usta işi 15 saata, digəri isə 10 saata yerinə yetirir. Onlar birlikdə 1 saata işin hansı hissəsini yerinə yetirərlər? Biz burada nə edəcəyik? Sadəcə hər birinin təklikdə 1 saata gördüyü işi tapırıq. Bu da 15-də 1 üstə gəlinsin 10-da 1 bərabərdir. Ortaq məxrəcə gətirəndə hər ikisinin ortaq məxrəci 30-dur. 15-i 30-a gətirəndə vur 2, vuranda vuruq 2-yə. Çünki kəsrimizin bir xassəsi var ki, ən əsas xassəsi. Kəsrin məxrəcini nəyə vururuqsa, surətini də mütləqdir ki, həmin ədədə vurmalıyıq. Burada da onu 30-a gətirəndə vururuq 3-ə. İndi ortaq məxrəcimiz 30-dur. Surətləri də toplayanda 2 üstə gəlinsin 3 eləyir 5. Bu da bərabərdir. Olacaq neçə? İxtisar gedəndə 6-da 1. Deməli, 1 saata işin 6-da 1 hissəsi görülər. Əgər sizdən
tam iş soruşulsaydı, yəni deyir hansı hissəsi görürlər? Hansı hissəsi görülürsə, C variantı altda biri, çünki hissə soruşulur sizdən. Amma desəydi ki, tam iş nə qədər müddətə bitərdi, o zaman deyirsiniz ki, 6 saata bitərdi. Keçdik 10-cu və sonuncu suala. Keçdik növbəti sualımıza. Deyir ki, Səid işin altda bir hissəsini 3 günə, Seymur isə 4də 1 hissəsini 3 günə görür. Səid və Seymur ikisi birlikdə 4 gün işlədikdən sonra Seymur işi tərk etdi. Qalan işi deyir Səid neçə günə görər? İlk növbədə biz bunların bir gündə gördüyü işi tapırıq və tənasüb quranda, yəni mən birbaşa yazacağam, amma tənasüb yolunu sizə burada göstərirəm. Yəni əgər 3 gündə 6da 1 hissəsini işləyirlərsə, bəs bir gündə nə qədər hissəsini işləyərlər? Bu zaman tənasüblə həll edirsiniz və daha sonra x-ı Səidin işini, yəni 18-də 1 tapırsınız. Səid deməli bir günə 18-də 1 iş görür. Bəs Seymur nə qədər iş görər? Seymur da əgər 3 günə 4də 1 iş görürsə, bir günə nə qədər iş görəcək? Bu zaman yenə nə edirsiniz? 4də 1 hissəsi 3 olan ədədi tapırsınız. Bu ədədimiz də x bərabərdir, olacaq 12də 1. Deməli, bunlar hər biri ayrılıqda bir günə gördükləri işdir. Və daha sonra deyirlər ki, 4 gün işlədilər. Əgər bir gün 18-də 1-dirsə, 4 gün nə qədər olacaq? 18-də 1 vurulsun 4, eləyir 18-də 4. Bu Səidə aiddir. Seymurda isə 12-də 1 vurulsun 4, bu da eləyir 12-də 4. İndi bunların birlikdə 4 gündə nə qədər işlədiyini tapırsınız. 12-də 4 üstə gəlinsin 18-də 4 bərabərdir. Ortaq məxrəcə gətirib toplayanda eləyir 36-da 20, o da bərabərdir, olur 9-da 5. Deməli, 9-da 5 hissəsini bunlar birlikdə işləyirlər. Və daha sonra Seymur işi tərk eləyir. 4 gün işləyəndən sonra Seymur işi tərk elədi. Seymur işi tərk eləyirsə əgər, o zaman nə qədər iş geridə qalmış olur? 9-da 9 bizim tam işimizdir. 9-da 9-dan çıxıram 9-da 5-i neçə olacaq? Olacaq 9-da 4. Qalan işim 9-da 4-dür. Əgər 18-də 1 işi Seymur, daha doğrusu Səid 18-də 1 işi bir gündə yerinə yetirirsə, bəs 9-da 4 işi nə qədər müddətə yerinə yetirəcək? Bunu da tapmaq üçün nə edirəm mən? Tənasübdən istifadə eləyirəm və çarpaz vururam. Deyirəm 9-da 4 bərabərdir 18-də 1 x-a. X-ım da bərabər olacaq 9-da 4 vurulsun 18-ə. Çünki ikinci kəsir tərsinə çevrilib vurulur. Bu da eləyir neçə? 8 saat. Deməli, Səid bu işi təklikdə E variantı 8 saata yerinə yetirəcək. Belə kiçildirəm ki, birbaşa baxıb anlayasınız. Bugünlük işçi hovuzdan mövzumuz, izahımız bu qədər. Güman eləyirəm ki, yeni nələrsə öyrəndiniz, öz qeydlərinizi götürdünüz. Videonu bəyəndinizsə bəyənməyi və rəylərdə öz nəticələrinizi yazmağı unutmayın. Növbəti dərslərdə görüşərik. Hələlik.